Bu dəfə tam fərqli çəkilişlə qarşınızdayım. İnanın ki, bu çəkilişi çəkincə və ərsəyə gətirincəyə qədər nə qədər əziyyət çəkdim. Hamınızın evində ən çox sevilən sadə yeməklərdən birini hazırlayacağım. Sobada bud və kartoşka. Bu bizim evdə ən çox sevilən yeməkdir. Və sizin evdə hansı yeməyi sevirlər və videomu bəyənib qayd etməyi, yeni səhifəmə isə dəstək olmağı unutmayın. Bu yemək reseptləri ancaq yeni səhifəmdə sərgilənəcək və yeni səhifəmdə istəyirəm ki, hər şey tam fərqli və gözəl olsun. Belə qızlar, burada da toyuq budlarını təmiz dərisindən ayırıb yudum, kartoflarımı soyub gözəl doğrayıb, hamısını bir arada, üzərinə isə istədiyiniz duz, istiot, ketçup, mayonez, xama və yaxud da ki sarı kök, eləcənə tomat yağla da idarə edə bilərsiniz. Əlavə edirsiniz, qarışdırırsınız və 180 dərəcədə qızdırılmış sobaya göndərirsiniz. İnşallah ki, videomu bəyənərsiniz və deyin görək bu çəkiliş sizin xoşunuza gəldimi? Mən çox bəyəndim və səhifəmə dəstək olmağı unutmayın. Həm yeni səhifəmə, həm bu səhifəmə dəstək olsanız çox sevinərəm. Hər birinizi çox sevirəm, təşəkkür edirəm. Göz haqqınızı helal edin. Tutduğunuz oruçlar qəbul olsun.